Hər səhər Sadiq gecəyəndə konsertimiz bizim başlayır. Niyə? Hər səhər bunlar məndən nəsə istəyirlər ki, onu al, bunu al. Bu gün də səhər sonra tutdular ki, pişik al. Mən deyəm ki, pişiyə mən allergiyam var, alanmaram. Həm də evimizi cırıq tökəsidir. Ondan sonra gəlin it alaq. İti də razılaşmırlar. Bəs deyir ki, onda bir şey almısansa bizə, sən bizə asgərliyi mənə slon al. Mən bilmirəm o slonu evin harasına qoyacaq. Çox da ki, ev var. Yer... Мама! O boyda da yoxdur da, hə. А давай мы сделаем так. Если кто-то скажет все, что им понравится, давай сделаем так. Смотри, если я назову одно слово и одному кому-то не понравится, то тогда мы это не купим. Davay, nə pişik ta dostlar, biz evimizə nə alaq? Mən deyirəm ki, sabaka alaq. Əsgər deyir ki, yoxsa maslon da almısansa dinozavr al. Mən dinozavra hardadım? Котенок. Котенок либо собака, да? Давайте котенка. Давайте, пусть они напишут, görək nə yazırlar. Это через сколько дней? Ne bileyim, сколько дней. Давай мы сделаем так. Я скажу всем животных, кому один животных всем понравится, того мы... Onlar özləri yazsınlar da, səs versinlər ki, proqlasavat eləsinlər ki, sabaçka alın yoxsa koşka dostlar. Yazın oxuyası yox, yaxşı. Rusçaya sazəsində seri özü də oxuya bilər, hərfləri bilir yavaş-yavaş. Хорошо, Anişasına pişut. Хорошо? Aha. Все, göz yox dostlar, çox güzel. Miyavdım. Artıq Ayda xanımın gəzintiləri, səhər gəzintilər olasıdır bağçada. Ona görə də həyətdə gözləyirik, həmişə içəridə gözləyirik. Mən hamıdan tez gələm, o bir uşaqları səhər zavtraka çatdırım deyə. Hamıdan birinci biz gəlib oturuq, saat 7-dir. Saat 7-dən oturmuruq. Ama bir yarım saat 40 dəqiqə gözləyirəm, amma yine saat 9'un olmadı yani. 9 işləmişdən gəlib çatırıq. O nə? Səhər bir dənə həyat xilas elədi o qaydı ilə tay. Sərçilişib qalmışdı o şeyin arasında. Onu çıxartdıq. Uçdu getdi. Hazır uşaqlar evdə yoxca rahat bir şəkildə danışa bilmişkən, siz də məni rahat bir şəkildə işlə bilmişkən dedim qoy sizə bu videonu çəkim. Deməli, ötən videolarımdan birində demişdim ki, bəs bir dənə raspakovka var. Bir dənə yox, aslında 2 dənə göstərəmədim o birisində. Bir dənəsini hazırladım, yığdım, düzdüm, qoşdum. İndi sizə onu göstərmək istəyirəm. Belə bir möhtəşəm bir yer hazırlamışam özümdən ötürü. Əslində mən bunu alanda o fikirlə almışdım ki, mən bu aldığımı, bunu yəni qoyaram ora, o dibə və yaxud bu dibə də hər hansı bir küncə içəriyə görsənməsin. Ayaqqabılarımı yığım, prosto o ayaq altında qalmasın. İkisi də bir ayı dağda durur. Düzdür, burada da dağıdır, amma da buradan daha az dağıdır. Nəinki orada olanda rahatı deyə, ayaq altında deyə geyinib gəzə-gəzə geyirdi. Və düşündüm ki, orada biraz səliqəli olsun, elə doğrudan kimi olmasın da, malum burada mən şkaflarımı düzgün düzəltməkdilər. Hər görəndə deyəsiyəm, təbii ki. Və düşündüm ki, belə bir şey alım və ora qoyum. Sonra bunu aldım, yığdım. Yığandan sonra elə qaldırdım bu tərəfə və ayaqqabılarımı da hündürlükləri ölçməkdən ötürü baxdım, görək yerləşirmi ayaqqabılarım. Və mənim xoşuma gəldi. Mən dedim ki, niyə bu gözəlliyi götürüm bir də ora qoyum ki, adam balası kimi da niyə saxlamayım ki? Əslində fikirləşdim ki, bəlkə ora qoyum, nə bilim, bunu biraz o tərəf etiləyim, onu biraz bu tərəf etiləyim. Sonra fikirləşdim ki, yox, elə ən qəşəng yer məncə buradır. Çox belə bir şey tamamlandı sanki. Bunu əslində alma niyyətim ora olduğuna görə çox hündür bir şey almaq istəmədim və yaxud çox dərin, çox geniş bir şey almaq istəmədim. Amma hal-hazırda deyirəm ki, nə ola biraz uzunluğu alardım. Amma nəysə, belə də qəşəng görsənir. Ayaqqabılarım da zaten yetə, bir dənə o da kablokum var, video çəkmişəm, hal-hazırda onu çəkilmişdim deyə ortalıqdadır. Yəni ayaqqabılarıma yetdikdir. Yəni ondan artıq kablokum falan da yoxdur zaten. Məncə bəsdir. Yəni o bir ayaqqabılarım aşağıdadır. Belə krasovkalar falan olsun, ləpiklər. Ləpiklər olsun. Yəni hər gün giyindiyim şeylər aşağıdadır zaten, bura qaldırmam. Buraya ayda ildə bir dəfə giyinib videolar çəkdiyim altı təmiz olanları qaldırıram.
Yəni may yetərlidir və bu üst hissəsində də əslində bu prixojadan ötürü də belə binalarla evlənən ötürü falan yer olmayanlardan ötürü. Və üstünə də belə açarlıq falan qoymaqdan ötürü mən fikirləşdim ki, üstünə də belə xoşladığım sumkaları, balacaları, yerləşənlərdən işte hansı yerləşirsə onları yerləşdirdim. Qalanlarla da o tərəfləri falan düzməyə başlamışam. Heç bilmirəm. Oraları düzüb qoşamıram hələ ki. Düzünə qalası olsa bu alt tərəflər zat hamısı okeydir. Bir dənə o üst qismlar mənə başıma bəla oldu. Bilmirəm niyə. Amma əlim çatır da ora məsələn sumkalarımı qoymuşam. Rahat bir şəkildə əlim uzaldığında götürə bilirəm. Yəni nərdivandan falan ehtiyac yoxdur. Hələ ki elədir. Biraz yenə də səliqəsiz dəyir gözümə xoşum gəlmir. Yenə düzəldəsiyəm. Amma dediyim kimi belə balacaları, cıqqılları, belə qəşəng olanları, gözə xoş deyənləri istədim burada dursun. Həm rahat bir şəkildə də götürüb də istifadə eləyirəm. Nətər oldu sizcə? Məncə çox qəşəng oldu, çox yaraşdı elə gəlir ki buralara. Dediyim kimi tamamlandı sanki. Hər dəfə tamamlandı deyəm, sonra yenə də zakaz edeyim. İnşallah bu videodan sonra qardırobda tutar, heç nə zakaz eləmirəm. Pulum qalmadı da, çünki mən hər dəfə biraz da sizlər də deyirsiniz də oradan yazsınız ki, falan şey çatmır, məsələn, falan şey olsa daha yaxşı olar yazsınız. Mən inanın ki, sırası ceyib Valbresə ceyirəm. Valbresi mən dolandırıram, dostlar, sizin xəbəriniz var. O gün izləyicilərimdən neçə nəfər yazdı ki, bəs Valbresə sən o cızıbları o görmüşük, sən şəkilləri o görmüşük. Deyəm ki, yəni normaldır. Yəni mən dolandırıram Valbresi sözün əsl mənasında. Hər nəysə, Pünhan inşallah bu videoya baxmaz. Bu sözlərimi eşitməz. Zəhmət olmasa eşidən dostlar bu sözlərimi Pünhan'a çatdırmayın. Nəysə, ürəyim açıldı, yenə gülməyə başladım. Haynam yazasın ki, yenə özünlüyüm, özün gözün. Gülməli bir şey varsa da özümlə güləm də, nə olursa. Nəysə, Ceyim daha işləm görüm. Bilməm o videonun arxası olası da mı, olmayasım, nə olası da. Qaçıram. Yemək pişirmə. Bugün gözümə o qədər zəl sütmüşüm. Amma elə qəşəng gözlərinə xoş olacaq. Heç açqı da taxmağım gəlmir. Həmişə o açqı taxanda elə hissələnəm. Səhər dururam yuxudan, qəşəng də makyaj edirəm, qəşəng də eyeliner çəkirəm. Nə qaram da göz parlayır. Nə qaram axırda? Hə, bu əmrə taxıram. Hər şey itbat olur. İşte görsənmir. Gözümə işıq da düşəndə ki, al bax. Psyo. Yəni səhər tezdən altıda durub makyaj eləməyə qalır özə. Nəysə, bunu da bir gün çıxardası yox, amma o gün bugün deyil. Görək o gün ha vaxtı. Qaçdım, sağ olun. Əziz dostlar, ölmüşəm, yəni mən büyümcə gülməkdən. Uşaqlardan biri Esra'nın qrupunda olan Ayda hayranlarından biri deyək. Haban gətirdi ki, mən bu Ayda üçün çəkmişəm, Aydadır. Yəni, bu saç dedim, mənim uşağımın saçı niyə belə çəkirlər bu? Çox da çox kudriyashkadır, çox da çox o cücür başlı bilməm kim oxşaydı. Ay qız, hələ deyək yapıqıdı başına şey qoymuşuq deyə, bunu siz çiməndən sonra görsəz. Bu nə? Bu nə say? Say yerindədir o, say yerindədir o. Ma bax. Это кто? Кто это? Ayda это. Mən yola verirəm, işte var, işte oxuyurlar deyə. Mən yola verir. Çok qoşet, acımsan? 3 saatdir düz basıb yığırıq. Mənim 3 dəfə söküb yığdığım sədimə düzülmüş. Я не буду кушать. Ha, nə qarıq? Я не буду кушать. Ha? Axşam yığıb qutardıq. Bazı tullansına cəf yataq yorulduruq da. Мама, сними видео. Салам алейкум, ставьте лайк и подписывайтесь на канал. Спасибо. Ставьте лайк и подписывайтесь на канал. Uşaqlar hazır tullanırdılar orada, Ayda düz gələcəkdi. Bu pəncərə ötən gün çox düzgün qoydular, çöl tərəfdən də, iç tərəfdən də. Deməli, oraya fontan qoymuşdum, axı videolarda baxanlar görürdülər. O fontanla oynayıb, sonra da əlləri ilə sulu, palçıqlı süzürdülər pəncərə, pis vəziyyətli idi. Mən də fikirləşdim ki, bu nə qədər vaxt işlətməyəm, qoya bunu qoşun işləsin. Görüm peşman olanmı, sonra ki, aynı işlətdim, neydi o? Əslində düz olmamış, xətiyyəli sağ olsun. Amma yox, görsün, nə qəşək təmizliyim. Ki, indi o bir pəncərələri təmizləyəcəyəm. Qoşasıyım, yəni təmizləyəcəyəm. Bəh, 21-ci əsr var, ha budur. İnanın ki, sevindim, bak dırmaşır orada. Çizik. Ləzzət elədir, bugünkü cümmanın sözünə silmən. Aslında o bir yüzdən də qoşasıyım, amma buradan pəncərə açıqdır. Qapı daha doğrusu açıqdır zaten.
İç tərəfdən də qoşacağım, oranı qəşəng təmizləsin. Xülasədə bir dənə çünki yuxarı tərəfləri çox qəşəng təmizlədi valla. Bəyəndim bu səfər. Ötən səfər biraz haqqında çox da olumlu danışmamışdım, amma bu səfər həqiqətən çox xoşuma gəldi yəni. Haqqını verir. Çöl tərəfdən qoşdum indi. Oran çivi görsəniz də buradan baxımda. Yox, nə tərəf təmizləyirdim. Hep beraber. Bunlar düşəsi olası oldular. Buna görə götdüm, olar götdüm. Ay, silib tutarmayıdan yiydi o. Bax, mənə görə pəncərə silmirəm özüm. Gördüğünüzdə bir saniyə içində və qutarmayıb, ucu əliyim sürtdü. Amma qəşəng oldu ha. Yox, qəşəkdir, Allah var. Adam başının üstündə. Əla. Sizə ötən səfər demişdim ki, bəs havalar isinsin, sabaha isinir demişdim də videonun sanışında. Sabah cümüstünədir, vlog çəkəsiyəm. Çıxamadım, çəkənmədim. Çünki həyat evdə inanın ki, gözlənilməyən anda elə bir şey çıxır ki, mən də hələ hani bilməyə başlamışım. Yəni, hər şey qalır, tökülür. Çıxamadım, amma çıxmasam da bu tərəfdən göstərmək istəyəm pəncərənin bu üzündən. Ötən səfər uşaqlara batut almışıq. Mən bu batutu təsəvvürcətini özüm yığmağa çalışdım. 3 dəfə söktüm, yığdım, söktüm, yığdım, söktüm. Və axırda hissəndim, elə olduğu kimi qoydum, getdim. Axşamda Pünhana gəldi. Axşamda yox, 5 gün sonramdan Pünhan gəldi. Bəs dedim ki, yığ, sən demə mən o ən birinci dəfə yığdığım düz imiş. Bütün sövməklərim özümə qaldı. Qəşəng hissləndim sağlığınıza. Dilxor oldum. Hələ dilxor da amma yığdırdıq. Düzdür, bir neçə yerini yenə səhv elədik. Yenə 3 gün sonrama qaldı bu batut, yəni nəsə düşdü sözünə sin mənasında. Bir türlü yığıb qurtarmadıq, amma axır ki yığıb qurtarıb. Özüm çıxıb üstündə hamıdan əvvəl oppanmışam. Çox qəşəngdir. Əgər almaq istəyənlər olsa ölçüsü biz 305 almışıq, 3 metr deyək. Bunun balacaları da var idi, böyükləri də var idi. Böyüyü düşündüm ki, bizim həyata çox böyük olasıdır. Pünhan deyir ki, bu belə böyükdür. Mən nə deyim ki, böyük deyil, çünki bizdə 3 dənə uşaq var. 3 dənə uşaq çox rahat bir şəkildə oppanır. 4-cü uşaq da mən olaraqdan 4-ümüz içərisinə girib qəşəng nəyi var, yəni oppanırıq. 4-ümüzü də qəşəng saxlayır, 150 kiloya qədər saxlayır. Kimsə oradan mənə mesaj yazır, özdə 70 dənə dalbadal. Ay, heç xoşum gəlmir bu 70 dənə dalbadan mesaj yazanları. Bir dəfə yazın sözünüzü, bir dənə mesajda bəsdir. Telefonum tınq eləyəndə ürəyim sıxılır. Ha, bir dənə maksımız qaldı, maksı da hamına görə sildirəsin. Hər neysə, opşim çox qəşəkdir üstü, belə bəzək düzəkliləri aldım. İndi yaxına geçsəm göstərərdim də, daha geyəmirəm, hava soyuqdur, yaşdır, palçıq da həyyər və bir də ot tökmüşük yenə yerə. Otlarımız var idi əslində, bir də üstünə ot tökmüşük ki, daha qəşəng alınsın. Hər neysə və üstünə belə mellə falan da yazmaq olur, eləyir. Sonra rahat bir şəkildə silinir. Oradan bağlayan yerləri var, zaşitası var. Buradan plənkəni bu şəkildə. Və orada bizim görürsünüz direklər falan var. Onları bilmirəm, daha gələn səfər deyirəm. Orada əslində bir şey, yəni ötən səfər demişdim, yay mətbəxi eləmək istəyirik və üstündə naves olası deyə. Bəs dedilər ki, ya beton tökməlisən girək, ya da ki, belə yerə vurulan bir şey olmalıdır. Biz də beton tökmək istəmədiyimizə görə yerə vurulan eləyəsi olduq. Bunu yəqin ki, gələn il eləyirik, bu illə alınmaz. Bu il başqa planlarımız olduğuna görə. Amma yəni hazır digər arxa tərəfdə də başqa bir işlər görülür. Onları gətirmişəm, bunu da dedik, qoysunlar. Həmçinin burada, biri buradan, biri burada, bizim burada qapıdır bizim. Yəni yayda buradan çıxıb pasta yanına geyib gəlirik və bu üstü də bağlı olmalıdır. O üçün belə işlərimiz var. Prosto bəzi səbəblərə görə bəziləri ləngiyir, bəzi səbəblərə görə bəziləri gələn ilə qalır. Amma ümumi olaraq sizə yolkalarımızı yenə göstərəmədim mən. Bunlar balaca yolkalarımızdır. O bir tərəfdə böyük yolkalarımız var. Nəysə, çıxanda görəm, göstərə bilirəm. Amma onu deyim ki, mənim burada yasəmən ağaclarım var. Və bu yasəmən ağaclarım çiçəkləmək istəyirlər o dostlar. Gördüyünüz kimi üst tərəfində cəhraylar yox, bənövşələr çıxmağa başlaydı. Hava soyuqda, Allah haqqı çıxıb göstərəmirəm ki, rahat bir şəkildə. Amma artıq çiçəkləməyə başlayırdılar. İnşallah bir 2 günə belə günəş olsa, inanın ki, otlarımız da çıxasdı ki, hər yer yamyaşıl olasdı, güllərimiz də açasdı. Bu arada bundan başqa o yan tərəfdə, bu tərəfdə. Ora bizim yolumuzdur bu arada. Orada da güllərim açmağa başlayırdı artıq. Xırda ağ güllər ötən səfər sizə göstərmişdim.
Bəs zaten çox tərifli idi, biz də almışıq deyə. İnanın ki, o gülləri alandan sonra, biləndən sonra ki, bu o güldür də. Yolda hər yerdə qabağıma çıxır o güldən. Pünhana ötən səfər deyib ki, abi hər yer o güldən imiş. Mən heç fikir verməmişəm də, yəni ki, Moskvanın hər yeri o güldəndir. Yəni məsələn elə güllər var ki, Azərbaycanda yetişən çox gül burada yetişmir. Çünki hava şəraitinə uyğun olaraq soyuğa çox da davamlı olmadıqlarına görə. Amma yəni yolda izdə görüb də ağlıma batmırdı ki, niyə hər yer ha bundandır? Deməli, havaya uyğundur deyə bundandır da. O şimdi mənçilər də açmağa başlayırdı. Daha bir gün çıxmıram, gələn səfər çıxaram. İnanın ki, bu gündən sonra qəşəng yorulmuşam, üstümüzə sağlıq. Qəşəng belə halsızlaşmışam, modum falan. Modum düşmürdü deyək, biraz canım ağrıyır, yəni yorğunluqdan. Ona görə də gələn videoda qoy sizə hamısı inşallah ki, artıq gün çıxar və mən çölə çıxaram və sizə hamısını göstərərəm. Ağaclarımızı tumurcuqlamağa başlayırlar, balaca oldular da hamısı. Da gələn vlogu həyətdən çəkəsiyəm. Qar da yağsa çıxasıyam, pisləndim. Bugünlük bu qədər, bəsdir. Da sağollaşaq, gedim Ayla götürüm gəlim. Biraz vaxtıdır. Sadiqdə qalmasın yazıq. O da ki, səhər girəndə Sadiqə girmir. Ağlaya-ağlaya çıxıram, yenə qaçıram. Mən girəndən sonra müəllim deyir, 3 dəqiqə deyir, heç keçmir, başlayır oynamağa. Götürməyə də girəndə gəlmir. Bir getmirəm evə. Dedim, da yana getmirsən, düş qafam. Zorla gətirirəm, yəni başım əmlə mənə oynatır. Amma çox şükür, yenə də yaxşıdır, yəni buna da şükür. Heç getməməkdən yaxşıdır, xəstəlikdə qalmaqdan yaxşıdır. Hər nəysə, geyim xanımçanı da götürüm görək. Söhbət eləyə gələndə yol boyu xəbəriniz yoxdur. Deyəm ki, hə, raskajı görək nə qarmısan bu gün. Həbibə, amma deyir, o eləməyi də Esradan öyrət. Esra danışır da, eləyə danışır. O da Esra'nın yanında diye bütün gün başı eli danışır ki olsa ürəyim geyir. Neyse kamera çəkməyə başlayan kimi sırası özünü yığışdırır, danışmır. Ona görə yəni tuta bilmirəm belə ən maraqlı anlarını ki, sizə də göstərim. Görün bir gün atdan çəkə bilsəm, çəkib göstərəsiyəm sizə. Bilirəm sizə çox istəyirsiniz da. Hər nəysə, getdim. Növbəti vloglarda görüşənədək. Öneririm, bu video sizin üçün sıxıcı olmadı. Özünüzə yaxşı baxın. Bu arada ötən videoda yazdığınız təbriklərə görə də Esra'nın günü idi. Hamınıza bir daha minnətdarlığımı bildirirəm. Sağ olun, var olun. Görüşənədək.